الحمد لله نحمده ونستعين ونستغفره نعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا şerike له وأشهد أن محمدا عبده ورسوله. Əziz və dəyərli qardaşlar, biz hamımız bilirik ki, Adəm övladının ən açıq-aşkar düşməni şeytandır. Onun hər bir iman gətirən bir mömin, bir müsəlman öz dostunu, düşmənini yaxşı tanımalıdır. Bilməlidir ki, həqiqətən də insan, Adəmin əsas düşməni olan şeytan, onun açıq-aşkar düşmənidir və həmişə ona vəsvəsələr edib Allahın yolundan çıxarmağa çalışır. Bu mövzuda bir qissə var, hansı o qissə düzdür bizim kitabımızda, yəni Quran-ı Kərimdə və Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində varid olmayıb. Lakin o qissəni ibrət olmaq üçün danışmaq istəyirəm. Biz də bilirik ki, bizim alimlərimiz, bizim müfəssirlərimiz Quranda və sünnədə gəlməyən hansı bir qissəni kitab əhlindən gəlibsə, lakin o Quranda və sünnədə gəlməyibsə, onu nə təsdiqləyirik, nə də ki, inkar edirik. Lakin həmçində onun üzərində nə əhkam, nə də əqidə qurulmur, amma onu ibrət olmaq üçün danışırıq ki, ibrət olsun, yəni ibrətli olmaq üçün, nəsihət etmək üçün bu barədə həmən qissəni danışmaq olar ki, nəsihət olsun, bir ibrət olsun. Bu əsnada bir maraqlı bir qissə var, hansı ki, Bəni İsraildə bir rahib bir adam olur, Bəni İsraildə bir rahib bir kişi olur və həmən kitab, onların kitab əhlindən gəlir ki, bu kişinin adı Barsis olur. Barsis olur. Və bu kişi öz cəmaatının içində, qövmünün içində çox imanlı, təqvalı, zühd əhli biri olur. Hətta insanlardan soruşsaydın ki, kimə etibar edərdin öz əmanətlərini, onlar deyərlər ki, biz bunu ancaq rahib Barsisə əmanət edərdik. Yəni, o cür təqvalı, zühd əhli bir insan olur, imanlı bir kişi olur. Yəni, bu kişi çox etibarlı birisi olur, lakin bunun başına gələn bir əhvalat çox ibrətlidir. Hansı ki, şeytan çox narahat idi. Kitab əhlində gələn o qissələrdə gəlir ki, şeytan çox narahat idi ki, bu vilayətdə belə bir insan var, təqvalı, imanlı və çalışır ki, var gücü ilə onu yoldan çıxarsın. Həmən rahibi yoldan çıxarmağa çalışır və bu əsnada da həmən kətdə, həmən qövmün içində 3 qardaş olur və həmən 3 qardaşın da bir bacısı olur. Və bu 3 qardaş da elə olur ki, uzun bir ticarət yoluna çıxmağa niyyət edirlər. Bir məqsədləri olur və fikirləşirlər ki, biz nə edək? Ki, bir dənə bacımız var və bunu kimə tapşıraq gedək? Və əlbəttə ki, ağıllarına gəlir ki, ancaq rahib Barsisanın yanına qoya bilərlər. Ən etibarlı, zühd əhli və imanlı bir kişidir. Yəni, insan gecələr ibadətdə, gündüzlər oruçdur, ancaq günü ibadətdə keçir. Ancaq biz kimə etibar edə bilərik? Əlbəttə ki, Barsisiyə və gəlirlər Barsisanın yanına və deyirlər ki, biz uzun yolculuğa çıxırıq. Bəzi rivayətlər gəlir ki, onlar cihada gedirlər. Bəzi rivayətlərdə ticarət yolculuğuna çıxmalar barədə danışılır. Və rahibə söhbət edib danışırlar ki, biz ancaq sənə etibar edə bilərik. Lakin əvvəl rahib istəmir buna razı olsun və özünün zəif olduğunu bildirir, imanın zəif olduğunu bildirir. Lakin sonradan şeytan onu vəsvəsə edir, yəni onu bu razı salmağa çalışır. Və beləliklə rahib razı olur ki, onların bacısına baxsın və onlar da bu yolculuğa çıxa bilsinlər. Və hətta qardaşlara deyir ki, sən heç bir şey etməyəsən, elə gəlib müəyyən qidadan, yeməkdən verib, sonra qapıdan qayıdıb çıxıb gedəcəksən. Elə bir çox şey eləməyəcəksən və rahib razılaşır. Rahib razılaşır və qardaşlar gedəndən sonra bir müddət rahib gəlir, həmən bu qardaşların bacısının qapısının ağzına yeməyi, ərzayı qoyub çıxıb gedir. Lakin şeytan əl çəkmir, çünki şeytan əsas düşməni nədir? Adəm övladıdır, istəyir ki, onun yolundan çıxarsın və başlayır vəsvəsə etməyə ki, qapıdan qoyub gedirsən, heç olmasa salam ver. Yəni, bu yaxşı deyil, ədəbdən deyil. Çünki şeytan çox hiyləgərdir. Həqiqətən də ağlımıza gəlmədiyi qədər şeytan çox hiyləgərdir. Hiləsi, məkri çox böyükdür. Və vəsvəsə edir ki, heç olmasa salam denən həmən qıza, həmən qadına və bir dəfə gələndə salam verir və sonra isə daha dayanmır şeytan. Yəni ki, başlayır vəsvəsə eləmək. Hətta rahib ibadətlərində belə
görürsən ki, şeytan gəlir, onu vəsvəsə verirdi, yoldan çıxarmağa çalışır. Və sonra deyir ki, şeytanın hiləsinə baxın, deyir ki, heç olmasa qapıdan içəri girərdin, bir halını soruşardın. Yəni, onun səndən başqa heç kimi yoxdur, onu sənə əmanət edib gediblər. Sən də Allah üçün maraqlanmırsan, bəlkə də xəstələnir, bəlkə də halı pisdir, belə də olmaz. Yəni, gör necə hiləgərdir ki, hansı vəsvəsələrlə yaxınlaşır. Çünki həqiqətən də şeytanın hiləsi çox hiləgərdir. Yəni ki, o çalışır ki, insanı addım-addım günahlara salsın. Çünki hansı yəni ki, iman əhli, bir dindar, belə deyək də, o günahlara, birdən-birə böyük günahlara düşər. Cahillər, yəni günahkarlar, fasıqlar heç, onlar adi məsələdir. Onlar üçün o böyük günahlar adi bir şeydir. Amma lakin iman əhli isə qorxur, böyük günahlara birdən-birə düşmür, imanı olur və şeytan da istifadə edir ki, necə eləsin ki, hilə işləsin ki, insanı salsın böyük günahlara. Ona görə də onlar addım-addım istəyir. Yəni mərhələlərlə vəsvəsələr verərək insanı çalışır ki, o böyük günahlara aparsın. Müəyyən yollar var da, mərhələlər var. O mərhələlərdən addım-addım gedərək həmən böyük günah aparıb çıxarmağa çalışır. Eləcə də şeytan belə vəsvəsə edə də nə deyir həmən rahibə ki, gir, heç olmasa soruş, maraqlan, bəlkə içəri xəstədir, bir çətinliyi var, ondan maraqlan da, yəni belə olmaz. Rahib də girir artıq içəri, girir, salamlaşır, hətta oturur və başlayır ondan söhbət etməyə və beləcə müəyyən müddət keçəndən sonra yenə də gəlir, çünki artıq içəri daxil olmuşdu, daha da yaxınlaşmışdı namazlarında, ibadətlərində belə qadın xəyal olaraq onun fikirlərinə gəlirdi və bundan istifadə edən şeytan lap sonda isə demək nədir? Onu zinaya saldı. Zinaya saldı və zina edəndən sonra, müəyyən müddət sonra həmən qadından rahibin demək haram yolla bir övladı olur və yenə də şeytan əl çəkmir. Nə qədər şeytan hiləgərdir ki, əl çəkmir, yenidən vəsvəsə verir ki, bəs onun, yəni bu qızın qardaşları gələndən sonra bəs nə edəcəksən? Sən bu köydə, bu kətdə sən tanınırsan, iman əhli kimi, təqva əhli kimi, səni belə bilsələr necə olacaq? Və ona nə edir? Başlayır vəsvəsə verməyə ki, sən uşağı birinci öldür, qətlə yetir və o uşağı öldürəndən sonra əl çəkmir və şeytan yenə də vəsvəsə edir ki, bəs uşağı öldürəndən sonra axı anası var. Əlbəttə anası da buna dayanmaz və qardaşlar gəlib bunu beləcəklər və bacısından soruşanda o haqqı nə varsa onu deyəcəklər. Və beləcə o qadını da öldürür və aparıb dəfn edir. Müəyyən müddət keçəndən sonra bu üç qardaş gəlir. Gələndən sonra onlar hələ bu barədə bir şey bilmir. Daha gələndən sonra gəlirlər rahibin yanına soruşurlar ki, bəs bizim bacımız necə oldu? Deyir ki, xəstələndi, vəfat etdi, öldü. Və qardaşlar buna da inanırlar. Lakin qardaşlar günlərin birində yatdıqları zaman gecə yuxuda şeytan gəlir onlara vəsvəsə verir ki, yuxularına gelir ki, həmən rahib sizi alladır, o sizin bacınızı öldürüb, sizi alladır. Vəsvəsə verir və ki, bəli, yalan danışır və qardaşların biri yuxudan ayılır və qardaşlarını çağırır və onlara deyir ki, həqiqətən mən yuxuda gördüm ki, bizim bacımızı həmən rahib öldürür və həmçinin də onun uşağı olub, uşağına bərabər öldürüb. Yuxuda da belə görür. Və onlar da rahibə demədən həmən gedirlər, dəfn edilən yerə axtarıb tapırlar və oradan qadın uşağı çıxarırlar və onlara bəlli olur ki, həqiqətən də bu rahib onların bacısını öldürmüşdür. Və artıq bunu biləndən sonra rahib varisizə rüsvay olur və artıq insanlar onu daşlamağa, söyməyə, təhqir etməyə başlayırlar və onu tutub gətirirlər. Tutub gətirirlər və onu artıq əllərini qıfıl vururlar və edam etməyə hazırlaşırlar. Lakin şeytan günə qədər hiləgərdir ki, şeytan yenə də əl çəkmir. Çünki biz hamımız bilirik ki, Allahın mərhəməti genişdir. İnsan nə qədər böyük günahlar gəlsə Rəbbin huzuruna, tövbə etsə, Allah onu bağışlayır. Lakin şeytan əl çəkmir, öz hiləsini yenə də işə salaraq istəyir ki, insan elə bir günahla ölsün ki, əbədi cəhənnəm əhli olsun. Necə ki, bu da bütün qövmlərin ən böyük bəlasıdır, müsibətidir, Allaha şərik qoşulmaq. Və şeytan sonunda gəlir, deyir ki, mənə səcdə et, vəsvəsə verir. Mənə səcdə et, mən səni bu rüsvayçılıqdan, bu rüsvayçı ölümdən qurtarım. Və beləcə rahib Allahın şeytanın vəsvəsələrinə və səcdə edir. Səcdə etdikdən sonra şeytan ona nə deyir? Deyir ki, mən səndən uzağam, mən alimən Rəbbi Allahdan qorxuram və uzaqlaşıb çıxıb gedir. Şeytana nə lazımdır? Şeytana lazım idi ki, ən böyük günaha salsın onu, şirkə salsın ki,
o əbədi cəhənnəm əhli olsun. Belədə də rahib sonda belə rüsvaçı olaraq ölür və Allah şərik qoşarlar bu dünyadan köçüb gedir. Və bu həqiqətən də çox ibrətli bir qissədir ki, insan özün açıq-aşkar düşməni olan iblisi tanımalıdır. Allah Teala Quran-Kərimdə buyurur ki: "Ya eyyuhellezine amenu la tettabi'u xutuvatı şeytan." Ey iman gətirənlər, şeytanın addımlarına getməyin. Nur surəsində Allah Teala buyurur. Çünki həqiqətən də şeytan insanı addım-addım günahlara aparır. Çünki iman əhli, ağıllı olan insan birdən-bir əlbəttə o günahlara, böyük günahlara getməz və şeytan hiylə işlədərək, yəni ki, o qapıları bir-bir açmağa başlayır. Birdən-bir o böyük günahlara salmır. Necə bir rahibin qissəsində gördük ki, o rahibi necə vəsvəsə etdi. Mərhələlərlə, addımlarla ta ki, o böyük günah hansı ki, birinci nə gəldi? Zinaya yaxınlaşmağa gəldi. Ondan sonra isə zinanın özü gəldi. Sonda isə hətta adamı qətl etdi, qadını. O da ən böyük günahlardandır və sonda isə elə bir günah saldı ki, Allah qorusun, ən böyük günah ki, hansı ki, onun heç bir çıxış yolu yoxdur. İnsan Rəbbinin huzuruna şirk edərək gedərsə, əlbəttə ki, həlak olar, əbədi cəhənnəm əhli olar. Və ona görə də insan öz düşmənini tanımalıdır. Həmçinin də ki, öz dini barədə məlumatlı olmalıdır. Yəni, burada ehtimallar var ki, rahib ola bilsin ki, elmsiz olub, baxmır, imanı olsa da belə elmsiz olub, Allahın rəhmətindən ümidini üzüb, tövbə etməməsi və yaxud da ki, yenə də öz nəfsinə uyub, ölümdən, o qətildən qorxması və yenə də şeytana səcdə edib, bundan qurtarması idi. Lakin Allah Teala nə deyir? Lə təqnətu min rəhmətillah, innallah qafur rahim. Yəni, insanlar, yəni ki, iman əhli insanlar, Allahdan ümidinizi üzməyin, həqiqətən Allah qafurdur, rahimdir, Allah bağışlanır və rəhimlidir. Ona görə də insan həm öz dinini öyrənməli, bilməlidir, dinin haqqında məlumat olmalıdır, elmi olmalıdır ki, bilməlidir ki, Allahın rəhmətinə ümidi üzmək ən böyük günahlardandır, insanı küfrə aparır. Nə qədər böyük günah etsə belə nə etməlidir? Öz Rəbbindən ümidini üzməməlidir və Allah'a tövbə edib Rəbbinə dönməlidir. Yəni, bu qissə barədə həmçinin alimlər də, müfəssirlər bu ayəni gətirirlər. Kəməsələ şeytan İzqaləl insani Allah Teala buyurur ki, həqiqətən münafiqlər şeytana bənzəyirlər. Münafiqlər şeytana bənzəyirlər və onlar şeytan insana deyir ki, kafir ol. Şeytan insana deyir ki, kafir ol. İnsan kafir olduqdan sonra isə şeytan deyir ki, mən səndən uzağam, mən aləmlər Rəbbindən qorxuram. Və insanı beləcə aldadır. Həşr surəsində bir ayətdir, Allahın kəlamıdır. Hətta həmçinin müfəssirlər bu ayəni gətirirlər ki, bəli, şeytan insana yaxınlaşır, vəsvəsə edir, onu küfrə təhrik edir və onu küfrə salır. Onu küfr etdikdən sonra nə deyir? Qalə inni bəram minkum, deyir, mən səndən uzağam, inni axavullah Rabbil aləmindir, mən deyir, aləmlər Rabbi Allahdandır, qorxuram. Allahdan qorxuram və nə edir? Sonra uzaqlaşıb gedir. Yəni, ona şeytana lazım edir ki, insanı o böyük günahlara salsın və onu uzaqlaşsın, geçsin. Sonra insan peşman olur və yaxud da ki, elə bir günaha düşür ki, hətta ondan tövbə edə bilmir. Yəni, Allah qorusun necə ki, bu qissədə gəldiyi kimi, insan düşmənini yaxşı tanımalıdır, bilməlidir. Çünki bən Adəmin ən böyük düşməni biz bildiyimiz kimi kimdir? Əlbəttə, iblis, onun tayfası olan şeytanlar, hansı ki, onların işi gücü nə etməkdir? İnsanlara yoldan çıxarmaq, vəsvəsə etmək. Çünki fasiqlər, yəni günahkarlar, hansı ki, onlar üçün zina etmək, adam öldürmək, şirk qoşmaq adi günahlardır, yəni adi bir şeydir, onları fərq etməz. Lakin şeytan əsas düşməni olan, yəni möminlər, iman əhlini, var güclərini onu sərf edib, onları yoldan çıxarmağa çalışırlar. Hər bir mömin öz dini barədə məlumatlı olmalıdır, bilməlidir ki, etdiyi günahlardan sonra bir tövbə var, tövbə qapısı var. Sonra bilməlidir ki, şeytan açıq-aşkar düşmən olaraq hiləgərdir, məkri böyükdür və çalışacaq ki, onu vəsvəsələr etsin, addım-addım onu böyük günahlara aparsın və tanımalıdır düşmənin ki, o böyük günahlara düşməsin və bundan qoruna bilsin və çalışsın ki, o qapıları bir-bir açılmağa imkan verməsin. Əgər Allah qorusun açılarsa, ən sonunda açılarsa, insan xətakardır, ola bilər, düşsün günaha, böyük günaha, lakin yenə də neynəsin sonda öz Rəbbindən ümidini üzməsin və Rəbbinə tövbə etsin. Çünki Allah subhanahu ta'ala çox mərhəmətlidir, mərhəməti genişdir, tövbələrə qəbul edəndir.
Allahla qulun arasında heç bir şey dayanə bilməz. Yetər ki, qul Allaha tövbə etsin, ondan bağışlanma diləsin və Allah da öz qulunu bağışlasın, rəhm etsin. Allah Teala bizi o böyük günahlardan qorusun və bizi tövbəsi qəbul edən qullarından eləsin. Subhanallah və həmdü əşhədü ən əstəğfiruke və etûbü ileyk.